Kişi də, təbii kişi də sorğulanır. Bizdə bir ginekoloqun kişidən istəyəcəyi müayinə spermoqramdır. Əgər spermoqramda bir problem varsa biz androloqa yönləndiririk. Spermoqram bizi nəyə göstərə bilər? Spermoqram orada baxdığımız əsas 3 parametr var. Say, yəni spermin sayı, hərəkət prosenti faizi və bir də morfologiyası. Əvvəllər təkcə sayı və faiz baxılırdı daha çox. Morfologiya çox önəmsənmirdi. Morfologiya nədir? Quruluş. Yəni bizə verilən o milyonlarca spermin ən az 4%-i fiqura görə deyirik, normativləri deyirəm, ən az 4%-i normal olmalıdır. 4%-in altında normativ düşərsə, bu zaman yenə hamilə qalma şansı müəyyən qədər azalır. İrəli hərəkət var. İrəli hərəkətin sayı azsa, bəli, hamilə qalma şansı azalır. Bəzən elə səviyyədə olur ki, artıq hamilə qalma şansı sıfırdır. Bəli, bu durumda biz pasiyenti artıq bizim sahəmiz deyil, bir problem görürsə androloqa yönləndiririk. Həkim gəldik, qadın da sağlam çıxdı, kişi də sağlam çıxdı və bizim uşağımız niyə olmur? Səbəb. Bu artıq bütün sonsuzluqların 25-30%-ni təşkil edən səbəbi bilinməyən sonsuzluqdur. Baxın, səbəb bilinməyən deyirik, amma əslində bir səbəb vardır. Sadəcə müasir tibb bilmir onu. Biz ehtimal edirik ki, nə ola bilər? Ehtimalları deyəcəm. Tamam, sənin borun açıqdır. Amma boru bilirsiniz ki, açıq olmasa tək şərt deyil ki, o folikul oradan partladığı zaman, folikulda partlayır, artıq yumurta çıxır. Borular bir hərəkət etməlidir. Bilirsiniz, fimbriyalar niyə var? Durduq yerə yoxdur ki, bunu təbiət bizə boşu-boşuna verməyib. O fimbriyalar hərəkət edib o yumurtanı oradan tutmalıdır. Yumurta 12 saat orada gözləyir partiyadan sonra. Siz yəni fimbriya onu tutmazsa, qarın boşuna qaçacaq, artıq maylama getdi. Bu ən çox endometrioz xəstələrində baş verir. Boru açıqdır, amma borunun hərəkət məhdudiyyəti var. Tuta bilmir. Bu bir. İkincisi, folikul partlayır. Tamam, amma o folikulun içindəki yumurta hücrəsi sağlamdırmı? Biz onu bilmirik. İçində yumurta hücrə varmı? Bəzən folikulun içində yumurta olmur. Onu deyim sizə, boş folikul olur. Ya da içində sağlam yumurta olmur. Çox gözəl görsənir, sarı cisimdə yaranır, amma oradan gözəl yumurta çıxmaya bilər. Bu ikincisi. Üçüncü səbəb. Üçüncü səbəb hər zaman deyirəm, hansı ki, bu ən sevmədiyimiz sonsuzluq tipidir. Bəli, bunun diaqnozu dəqiq qoyulmayıbdır. İmmunolojik səbəblər deyilir. İmmunolojik səbəblər. Bu təxmin edilir. Dəqiq diaqnoz qoyulmur. Dəqiq diaqnoz qoymaq üçün gərək o qadının uşaqlığı oradan çıxa, orada bir sürü problemlər yəni çıxardılar. Ondan sonra orada patoloji-histoloji ona görə çətindir bunu qoymaq diaqnozu. Bunun üçün qanda özəl bəlkə markerlar var, hələ ki müasir tibb bilmir, onu da demək lazımdır. Ümumiyyətlə bəbək ana bətni üçün yad bir orqandır, yad bir canlıdır. Bunu bilin. Yəni bizim niyə qaraciyər köçündə oxşar olmayan bədən atır, böyrək atır, amma bəbəyi atmır. Bu da təbiətin, Allahın bir möcüzəsidir. O bədən ana bətninə düşəndə nə bəbəyin qanı ana qarışır, nə də ananın qanı bəbəyə qarışmır. Yəni onu bilin. Yəni biz travma falan almadığı müddətcə genəldə qarışmır. Bəli, qidalar keçir, bəzi elementlər keçir, amma bütün qan toplam bir-birinə qarışmır. Orada bir baryer var. Və o baryer elə bir mühit yaradır ki, ana onu tanımır. Yəni yad cisim kimi görmür. Amma bu bəzi qadınlarda belə olmur. O qadının bədəni, o embrionu yad cisim kimi tanıyır. Yəni mən bunu Nuruddə də başlamaq çalışıram əslində. Və nə edir? Başlayır onu məhv etməyə. Ya qoymur orada implantasyon getsin, ya da başlayır onu məhv etməyə. Məsələn, o gəlir 6 həftə, 7 həftə, özü ki damarlanma, damar varsa artıq burada immunolojik proses və o bəbəyi məhv edir. Digər bir səbəb, keyfiyyətsiz, bu arada kişi faktoru dedik, özəlliklə keyfiyyətsiz sperm. İndi sperm də normaldır deyək, ana da dedik, folikul yetişir. Bunların embrionu birləşir. Embrion əmələ gəldi. Amma bədəndə tutuna bilmir. Çünki keyfiyyətsiz bir embriondur. Bu nədir? Səbəbi bilinməyən sonsuzluqlarda ehtimal olunan səbəblərdir. Müasir tibb hələ bu səbəbi qoymayıbdır. Amma çox mənə yaxın illərdə, bir 20 ilə qədər bu səbəblər də tam aşkara çıxacaqdır. Çoxlu klinik sınaqlar, klinik araşdırmalar aparılır. Yəni, ilərleyen zamanlarda bu artıq tanı diaqnoz qoyulacaqdır.